Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual dekabrın 28-i 11-ci siniflərə OTK buraxış imtahanı da salınıb. Bizdən silsilənin 13-cü həddi soruşulur. 14 dənə həddin cəmindən 11 dənə həddin cəmini çıxanda 225 alınıbsa, belə çıxır. Burada nə qalacaq? 12-ci, 13-cü, bir də 14-cü hədlərin cəmi bərabər 225 yazaq. 12-ci hədlə 14-cü həddin cəminin yerinə 2 dənə 2 vur A13 yazacağım. Yenə üstə gəl A13 bərabər 225. Niyə belə yazdım? Burada izah eləyək. 13-cü həddi tapsam, bax, 12-ci hədlə 14-cü həddi toplayıb 2-yə bölməliyəm. Burada da məxrəcə 1 atıb çarpaz vursaq, 2A13 bərabər A12 üstə gəl A14 yaranır. Bu da hardan çıxır? 12 üstünə 14 gələndə 26 eləyir. Yarısı da baxın 13 alınır. Buradan çıxır yəni. İndi bunu həll eləyək. 2 o da 1. 3 dənə A13 bərabər 225. 13-cü həddi tapanda 225-i 3-ə bölərəm 75. Bizdən də bunu istəyirlər. Düzgün cavab oldu 75.